Dəyərli dövlət qulluğuna hazırlaşanlar, növbəti bir cədvəl sualının izahını verirəm ki, bu sual 2025-ci ildə dövlət qulluğuna qəbul imtahanında düşmüş cədvəl suallarından biridir. Gəlin izahına baxaq. Bizdən soruşur A və B-nin fərqini, A-B-ni soruşur. A və B-ni öyrənməzdən əvvəl qanuna uyğunluğu müəyyən etməliyik. Baxaq, 2 operator 7. 2 və 7 rəqəmlərindən 2 operator 7. 52 rəqəmini əldə etmişdir. Necə əldə edə bilərik? Qeyri-aşkar operator mövzularının izahından bilirik ki, balaca rəqəmlərdən böyük rəqəm almışıqsa hasillərinə, hasilləri də balacadırsa onların kvadratlarına, kublarına baxırıq. Kvadratlarına baxdıqda 2-nin kvadratı 4, 7-nin kvadratı 49. Cəmi 53 edirmi? Yəni 52-dən bir vahid balaca. Böyük daha doğrusu. Belə deyək. Ondasa qanuna uyğunluğumuz necədir? Kvadratları cəmi minus 1. A kvadratı plus B kvadratı minus 1. Qanuna uyğunluğumuz belədir. Digərlərində uyurmu? Baxın, 4-ün kvadratı 16, 9-un kvadratı 81. Cəmləri 97, minus 1, 96. Eyni qayda 3-cü qanuna uyğunluğumuza da uyur. 6-nın kvadratı 36, 5-in kvadratı 25. Kvadratları cəmindən, yəni neçə elədir? 61, minus 1, 60 rəqəmini alırıq. İndi isə gəlin bizdən soruşulana baxaq. Yəni A və B-ni tapmağa çalışaq. A-mız nəyə bərabərdir? 2-nin kvadratı, yəni 4 plus 9-un kvadratı 81, minus 1. 85, minus 1 neçə eləyir? 84. Bu bərabərdir A-ya. B-yə də baxaq. B bəs 4 və 5-dən alınmışdır. 4-ün kvadratı birbaşa yazaq 16 plus 5-in kvadratı 25 minus 1. Cavabımız 41 minus 1 40 rəqəmini alırıq. Bu isə B-yə bərabərdir. Bizdən nəyi soruşur? A minus B-ni, yəni 84 minus 40. Cavabımız 44, yəni D variantına bərabərdir.